Salam əziz şagirdlər, deməli bu günlərdə belə bir sualla qarşınızdayıq. Bu tip suallarda adətən şagirdlər çətinlik çəkir. Deməli, bu tip suallar necə həll olunur? Qaydası var. Yəni bu qaydaya tabe olsaq, deməli biz bu qaydaya görə biz birinci kəsirin götürürük sürət və məxrəclə birlikdə. Yəni 1-də 1-i götürürük, yəni 1-i, çıxırıq sonuncu kəsirin sonuncusun, yəni çıxırıq 11-də 1-i, vururuq aralarındakı fərqin tərsinə. Görürük ki, bunlar 2 artır da, yəni 1 3 olub, 2 gəliblər üstünə. 3 5 olub, 2 gəliblər. 5 7 olub, 2 gəliblər. Plus 2 artıb da, yəni bu. Ona görə bunu 2-də 1-ə vurmaq lazımdır. Yəni qaydası belədir. Buradan da 2-də 1, 1-dən 11-də 1 çıxanda eləyir 11-də 10 və kəsirin ixtisar aparsaq qalırıq 11-də 5. Doğru cavab 11-də 5.